Məncə suallara baxa bilərik artıq. Bəli. Demək, baxdığımız suallar nədir? Vektorun 2019-2025-ci illərdə qəbulda istifadə olunmuş suallardır, vektorlar bölməsindən. Birinci sualdan başlayaq. Birinci sual yazmayan varmı? Yəni, sualı belə qoyaq. Yazmayan varmı birinci sualı? Hər kəs işləyibmi? İşləmişsə yenə baxaq. Məsəl üçün, Elgün, bu sual işləmisənmi? Xeyr, müəllim. Xeyr. Bəli. Və niyə cavab vermirdin? Mən soruşuram, işləməyən varmı? Düz xətlərin, bu düz xəttin tənliyidir, görürsənmi? Sadəcə biz öyrənmişik ki, düz xəttin tənliyi y bərabərdir kx b şəklində olar. Amma burada yeri dəyişib də kx-i keçirib sol tərəfə 3y minus 4x bölü 24 yaradır. Fərqi yoxdur. Bu düz xəttin tənliyidir. İndi bu düz xəttin tənliyinin koordinat oxları ilə əmələ gətirdiyi üçbucağı daxilə çəkilmiş çevrənin tənliyini qurun. Qəşəng bir sualdır. Amma çətin sual deyil. Gəl görək ilk öncə bu düz xətt koordinat oxları ilə hansı üçbucağı əmələ gətirir? Sən onu təyin etmək üçün, məsələn, bax bu düz xətti çəkdim, eləmi? Görürsən, burada bir düzbucaqlı üçbucaq əmələ gəlir. Hara gedirsən, gel, burada mütləq düzbucaqlı üçbucaq əmələ gələcək. Amma mən təyin etməliyəm ki, hansı şəkildə üçbucaq əmələ gəlir? Onu təyin etmək üçün bu düz xəttin x oxu ilə y oxunun kəsdiyi nöqtələri bilməliyəm ki, birləşdiyim bu üçbucaq yaradır. Onda gəl biz tapaq bu düz xəttin x və y oxunun kəsdiyi nöqtələri. Axı sən qayda bilirsən ki, düz xətt x oxunu kəsirsə onun y-i 0-a bərabərdir. Olacaq 3 vurulsun 0 minus 4x bərabərdir 24, x bərabərdir mənfi 6. Aha. Yəni bu düz xətt x oxunu kəsir mənfi 6-da. Bəs y oxunu nə zaman kəsir? Əgər y oxunu kəsirsə, onda bunun x-i 0-a bərabər olmalıdır. 3y minus 4 vurulsun 0 bərabərdir 24-də. Y də bərabərdir 8. Demək, y oxunu kəsir 8 nöqtəsində. Birləşsə belə bir düz xətti çəksə, yəni düz xəttin artıq biz x, y oxunun harada kəsdik bilirsə, qrafik qura bilərik. Bir düzbucaqlı üçbucaq əmələ gəldi. Görürsənmi? Həmən düzbucaqlı üçbucaq istəsən kənarda çəkərik, Elgün. Düzbucaqlı üçbucaq da konetlərdən biri 6-dır, biri 8, bu da 10-dur. Eləmi? Səndən istəyib ki, bu üçbucağın daxilinə çəkilmiş çevrənin tənliyi. Bax, sən bunun daxilinə çevrə çəksən, ilk öncə taparsan bu çevrənin radiusunu, qırmızı yenizaq fərqlənsin. Aydındır ki, düzbucaqlı üçbucağın daxilində olan çevrənin radiusu katetlər cəmi ilə hipotenuzu fərqinin yarısına bərabərdir. Və yəqin ki, hər bir 11 şagirdi bunu bilir. Bilmək borcudur. O zaman yazsaq düsturda yerinə 6 plus 8 minus 10 bölünsün 2, 2 midir deyəsən həmişə? 2-dir. Radius 2-dir. Axı, çevrənin tənliyi x minus x0-ın kvadratı, y minus y0-ın kvadratı bərabərdir r kvadratı. R-i bilirsən, r 2-dir. Tapmalısan, çevrənin mərkəzinin yerləşdiyi nöqtələr. Görürsən? Bəli, bəli, variant. Onda bunun mərkəzi düşəcək hara? 6 və 8-in orta nöqtəsinə, yəni 3 və 4-ə. Olacaq onda x minus, mənfi 3-dür, bu, mənfi 3-dür. X plus 3-ün kvadratı, x minus mənfi 3 plus ilə, y minus 4-ün kvadratı bərabərdir r-in kvadratına, yəni 4-ə. Harada var cavab? Mən nə səhv yazdım? Mərkəzi səhv götürdüm. Bir dəqiqə. Mərkəzi səhv götürmüşəm. Yəni, niyə yazmışım ben? Bunun radiusu neçədir? 2-dir, eləmi? Heç mi işini demir, radius buradan buraya neçədir? 2. Mən ortadan qərar edeyim bunu. Bu da 2-dir, eləmi? Radius 2-dirsə, bax, götürüb buranı. Buradan radius 2-dir. Yenə radius 2-dir. Onda buradan buraya məsafə 2-dir, onda buradan buraya məsafə 2-dir. Düşür, mənfi 2 nöqtəsini yoxdur bu kimi buranı deyirsən. Demək, düşür, mərkəmiz mənfi 2 və 2 nöqtəsində. Olacaq x plus 2-nin kvadratı, x minus 2-nin, y minus 2-nin kvadratı bərabər 4. Niyə mən orta qəbul edim ki, mən? Şimdi 2 yazalım. Davam edək. Sual. Neçəyə baxırıq? Niyə orta götürürüm ki, mən? 2-yə.
M-in hansı qiymətində vektorları perpendikulyardır? Aydındır ki, A vektoru B vektoruna o zaman perpendikulyardır ki, vektorların skaler hasil sıfıra bərabər olsun. O zaman A vurulsun B bərabər olacaq. Vektorun skaler hasilini bilirik biz. Uyğun koordinatların hasillərinin cəminə bərabərdir. X2 plus x1 x2. Birincinin x1'in mənfi 4, digərininki 10'dur. Plus 5 vurulsun n bərabər 0. M neçədir burada? 8. Olar mı? 3. Sual 3-də toplunun sualı. Ümumiyyətlə, sualımız toplunun sualı hələ ki. 3-cü sualda düzbucaqlı koordinat sistemində bizə bir dənə belə paralelogram verir. İlk başdan paralelogram. C nöqtəsidir, B'dir, A'dır, bu da O nöqtəsidir. O nöqtəsi düşüb 0, 0 nöqtəsinə. A'nın koordinatları 6, 2'dir. B'nin koordinatları 6, 8'dir. Bax, buradan bura 6, 2'dir, buradan bura 6, 8'dir. Onda bu məsafə neçədir? 6. Eləmi? 6'dırsa, onda bu məsafədə nədir? 6'dır. Paralelogram qarşı tərəflər bir-birinə bərabərdir. Bir də baxaraq. A nöqtəsinin koordinatlarına baxsan, görərsən ki, A nöqtəsi düşüb 6, 2'yə. Yəni, burada x-in qiyməti 6'dır, y-in qiyməti neçədir? 2'dir. B düşüb 6'nın 8'ə. Yəni, x-in qiyməti 6, y-in qiyməti 8'dir. Onda buradan bura məsafə neçədir? 6. Paralelogram qarşı tərəflər bir-birinə bərabərdir. Bura 6'dırsa, bu da 6'dır. 6'dırsa, onda C-nin koordinatı x 0'dır, y neçədir? 6. C düşəcəkdir 0, 6 nöqtəsinə. Koordinatların cəmdə olacaq neçə? 6. Davam edirik. Növbəti sual. Dörd. Vektorların skaler hasilini hesablayın. İki vektorun skaler hasili da aydın məsələdir ki, olacaq 4 vurulsun 8 plus mənfi 3 vurulsun 9. 32 mənfi 7, 5 midir deyərsən? Cavab olacaq neçə? 5. Kimin yoxlamısınız da? Sualınız var mı bunların içərisində? Kimsə sualı var mı? 5'i yazmayan var. Qaraş, eşidirəm. 5 işləmirsən? Bəli, müəllim. Deyir A vektoru B vektoruna paraleldir. Nə zaman paraleldir? X1 bölünsün X2, Y1 bölünsün Y2, laf 3 ölçülsə olsun Z1 bölünsün Z2. Yəni, uyğun koordinatların nisbətləri nə olmalıdır? Bərabər olmalıdır. Əgər A vektoru B vektoruna paraleldirsə, onda mənfi 6 bölünsün N, 3 bölünsün 1'ə, N bölünsün mənfi 4'ə. Bütün nisbətlər bərabər olmalıdır. Onda N'in qiyməti mənfi 2'dir. Çünki 3 bölünsün 1, 3 edir. Onda mənfi 6 bölünsün mənfi 2, 3'ü verməlidir sənə. M'in qiyməti isə mənfi 12'dir. Mənfi 12 bölünsün mənfi 1, yəni sənə 3'ü verməlidir. M'in hasil olacaq necə? Müsbət 24. Davam edirik 6-cı sual. A nöqtəsi tənli ilə verilmiş çevrəyə K nöqtəsində toxunar. Düz xət çəkilmiş. Baxın, düşünün ki, hər hansısa bir çevrə var. Çevrənin tənliyini bizə veribdir. Bir dənə A nöqtəsi verib. A nöqtəsindən bu çevrəyə toxunan bir dənə düz xət keçirilir. Görürsünüz? Nə deyir? A nöqtəsindən tənli ilə verilmiş çevrəyə K nöqtəsindən toxunan düz xət çəkilmiş. Toxunub K nöqtəsində. Soruşur A, K parçasının uzunluğunu tapın. Buradan bura məsafəni tapın. Yazan var mı? Sualı ben əksərən yazdım. Yəni A'nın koordinatları burada yerləşmir. Amma yenə də. Baxın, biz nə edərik? Əgər istərsəniz,
Bu çevrənin lap şəklini vizual olaraq təsvir edə bilərik. Düzbucaqlı koordinat sistemini çəkək. Çevrənin tənliyini bizə verir. Nə ilə? X minus 5-in kvadratı, Y minus 3-ün kvadratı bərabərdir 64. Yəni 8-in kvadratı. Çevrənin mərkəzi düşür X5, Y3 nöqtəsindən. Radius da bərabərdir neçəyə? 8-ə. Əgər çevrəni qurmaq istərsən, mərkəzin X-i 3-dür, Y-i 5. Bax, buradadır. Təxminən də çevrəmiz belədir. Və radius neçədir? 8-dir. İndi bizə bir A nöqtəsi verir. X-i mənfi 12-dir. Mənfi 12 olsun. Y2 isə neçədir? 3-dür. Həmin A nöqtəsindən, yəni mənfi 12, 3 nöqtəsindən, baxın, çevrəyə bir dənə belə bir toxunan çəkilib. Gördünüzmü? Bu A nöqtəsidir, toxunur K nöqtəsində. Deyir ki, AK məsafəsini tapın. Nə edə bilərik biz burada? Buyurun. Yaxşı xanım, işləmirsən sualı? Yazmışam. Əla. Onda gəlin biz belə bir iş görək. Bax, AK məsafəsini bizdən istəyir, eləmi? Bu çevrənin mərkəzidir. Çevrənin mərkəzindən böyle radiusunu çəksək. Radius neçədir? 8. Düzdürmü? Və mərkəzdən toxunana çəkilmiş düz xətt hər zaman nə olur? Perpendikulyar. Biz A-dan mərkəzə olan məsafəni təyin edə bilərikmi? Bilərik. Niyə? Çünki həm A-nın koordinatını bilirik, həm mərkəzin koordinatlarını bilirik. Mərkəzimiz də düşür 3-5 nöqtəsinə. Bax, həmin düzbucaqlı üçbucağı burada təsvir eləsək, yazıram burada. Bu həmin A nöqtəsidir. Bu həmin K nöqtəsidir, bu da mərkəzi O nöqtəsidir. Niyə? Mərkəzdən toxunan çəkilmiş düz xətt həmişə perpendikulyardır. KO məsafəsini bilirik, 8. Axı radiusumuz 8-dir, mərkəzdən kənar olan məsafə. AO məsafəsini təyin edə bilərsən. Necə təyin edə bilərsən? Çünki sən bu düz xəttin həm başlanğıc koordinatını bilirsən, mənfi 12, 13, mənfi 12 və 3. Həm sonun bilirsən, 3-5 nöqtəsi. Onda A-dan O-ya, buradan bura məsafəni təyin eləsən, 2 nöqtəsi məsafə düsturuna görə olacaq 3 minus mənfi 12-nin, yəni plus 12-nin kvadratı, plus 5 minus 3-ün kvadratı. Yəni, neçədir bu? 3-ün kvadratı. Yəni, diqqətlə baxın, səhv getməyək. Olacaq 15-in kvadratı, yəni neçə? 225 plus neçədir bu? 2-nin kvadratı, 4 eləmə. Yəni, olacaq məsafə kök altına 229. Düzmü yazdıq? 15-in kvadratı 225, 2-nin kvadratı 4, 229. Gerisini düz yazdıq. Onda AO məsafəsi oldu 229 kök altında. Amma səndən AK məsafəsini istəyir. Pifaqora görə x kvadratı, yəni AK məsafəsi plus 8-in kvadratı bərabərdir kök altında 229-un kvadratına. Sən x kvadratını aparsan. X kvadrat bərabərdir 229, yəni kökdən çıxır, minus 64. Neçə verir bizə? 5. Bir dəqiqə kimsə qoşulun qəbul edək. Salam Tuncay. Salam müəllim. Yoxladın, işləmişdin mi testdə? Bəli, yoxlamışam. 6-cı sualda. Deməli, 229-dan çıxacaq 64-dür. Neçə qalar? 5, 265. Düzmü? Yox, nə yazıq biz? 165. X o kök altda 165. Yaxşı, mexanizm səhv eləmədik ki. Orta nöqtənin koordinatları 5-3 deyil, x-i 5-dir, y-i 3-dür. Aha, mərkəzin koordinatları 5-3. Mən 3-5 yazmışam. Beş düz 5 yazdıq, eləmi? Telefon gəlir, sözümə qoyaq. Mesajda bizi təmiz. Olsa, tutaq ki, mərkəzi belə versə, belə yazardıq. Problem var. Yəni, istəyirsiniz burada tez bir düzəliş eləyək. Biləm, uşaqlar, gördünüz nə deyir, yoxsa yox. Bax, mərkəzin koordinatları, yəni, bura yazmışıq, baxın bura.
Yazmışıq 5'i 3. Axı mərkəzin x-i 5'dir, y-i 3'dür. Amma götürüb burada 3, 5 yazmışım. Bəs görürdünsə bunu bayaqda nə demirdin yaxşı? İndi gördüm. Eləmi? Sağ ol. Dedim qoy mənim ələ çəksin, əvvəl. İndi gəl nə edək burada? Bu hissələri silək. Çünki mən bilən bu tam cavab alınmalıydı da, düz deyirsən. Aha. Bura deyən x 5'dir, y 3'dür. Burada yazmışıq, burada yazmışıq. Olsun. AO məsafəsini təyin edək. Olacaq. -12 çıxılsın 5'in kvadratı. Yəni 17'nin kvadratı 3 minus 3'ün kvadratı. Yəni 0'ın kvadratı. Olacaq neçə ilə? 17. Yəni buradan bura məsafə neçədir? 17. Biz x axtarırıq. Yəni olacaq x-in kvadratı plus 8'in kvadratı bərabərdir 17'nin kvadratına. X kvadratı bərabərdir 289 minus 64. 225. X bərabərdir 15. Siz diqqətli olun. Davam edək. Neçənci suala baxırıq. 7-ci sual. Sual 7. Diaqonalların kəsişmə nöqtəsi koordinat başlangıcında olan ABC paraleloqramının iki təpə nöqtəsi bu istəsəz təsir edə bilər, etməyir, amma etsə daha yaxşı olar. Bax, düzbucaqlı koordinat sistemini çəkdik. X bu da olsun. Diaqonalların kəsişmə nöqtəsi koordinat başlangıcında olan. Bax, o burada olan. Paraleloqramın iki təpə nöqtəsi verilir. C nöqtəsi 4, 5, B nöqtəsi -3 və 2. Onda biz paraleloqramı bu şəkildə qura bilərik. Çünki bu bir diaqonaldır. Bax, çəkirəm diaqonalın. Bu da bir diaqonallardır. Diaqonal harada kəsişir? Koordinat başlanğıcında. Bizə bunu demək istəyir. C nöqtəsinin koordinatlarını verib. X 4'dür, Y 5. Bir də B'nin koordinatlarını verib. -3 və 2. B nöqtəsi. -3 və 2. Baxın, o zaman sıralayacağıq. A nöqtəsi, B, C, bu da olacaq D nöqtəsi. Burada bir məsələ var. Paraleloqramın diaqonalları kəsişir və yarı bölünür. Yəni, koordinat başlanğıcına görə simmetrik bölünür. Simmetrik bölünürsə, əgər B nöqtəsi -3, 2'dirsə, onda onun qarşı nöqtəsi 3, -2 olacaq. Yəni, koordinat başlanğıcına görə simmetrik. C nöqtəsi 4, 5'dirsə, onda A nöqtəsi -4, -5 olacaq. Yəni, koordinat başlanğıcına görə simmetrik. Tapdıq burada bunun diaqonalların koordinatları. Bizə isə deyibdir ki, AC, baxın, AC vektoru. AC vektorunu tapmaq üçün bilirik ki, sondan əvvələ çıxırıq. 4 çıxılsın -4. 8, 5 çıxılsın -5, 10. AC vektorunun koordinatları 8 və 10'dur. BD, baxın, BD 3 çıxılsın -3. 6, -2 çıxılsın 2, -4. Diğer skaler hasilini tapın. AC vurulsun BD olacaq 6 vurulsun 8. 48, 4 vurulsun 10, -40. Cavab olacaq necə? 8. Yəni, aydın oldu inşallah ki. Keçirik növbəti sual. 8-ci sual, bəli. 8-ci sualda yenə toplumun sualıdır. OM vektoru ilə OM vektorunun bizdən cəmini istəyir. Bax, vektorun, biz vektor dərsində keçmişik. Mahiyyəti nədir? OM vektoru nədir? OM vektorun koordinatları onu göstərir ki, bu düz xətti X oxuna və Y oxuna görə hərəkət edir. İndi bax, X oxu buradan O'dan N'ə gəldi. Bağışlayın. Vektor, OM vektoru koordinat başlanğıcından gəlib N'ə qədər. Başlanğıcı O'dur, koordinat sonu N'dir. X oxuna görə 4 vahid irəli gedib, 4. Y oxuna görə 1 vahid aşağı düşür, -1. Demək, OE'nin koordinatları 4, -1. OE
X oxuna görə 1 vahid geri gedir, Y oxuna görə 5 vahid yuxarı. Mənfi 1, 5. Bu da o emin yenə verir. Vektorun koordinatları onun X və Y oxuna görə hərəkətini göstərir. ON 4, mənfi 1, 4 vahid irəli, 1 vahid aşağı. OM 1 vahid geri, 5 vahid yuxarı. Mənfi 1, 5. Cəmini istəyib, toplayaq da, toplasaq da vektorun cəmini bilirik ki, uyğun koordinatların cəmini tapırıq. O olacaq 3 və neçə? 4. Yəni C bəndi. Şu an bir rəqamını görün, nə demək istəyir. Davam edək. Sual 9. Bizə verib B minus 3A, bu bir vektordur. B plus 3A, bu da bir vektordur. Deyək, bu vektorlar perpendikulyardır. Nə demək ki, perpendikulyardır? Yəni, hasili sıfıra bərabərdir. Məsəl üçün, kim yazıb bu sualı? Kim deyə bilər? Tuncay, işləmirsən mi bu sualı? Eşləm Tuncay sənə. Bu sualı işləmirsən mi? Xeyriyə soruşum. İbrahim sən. Yox, mənim yazmamışım. Vektorlar perpendikulyardır. Nə zaman olur perpendikulyar? Bax, bu iki hasil sıfıra bərabər olmalıdır. Ona gəl hasilini tapaq. Vurub açsaq, B-nin kvadratı plus 3AB minus 3AB minus 9A-nın kvadratı. Düzdür? Bərabərdir 0. Burada 3AB-lər islah olundu. B kvadratı minus 9A kvadratı, yəni vektorların kvadratı bərabərdir 0. B kvadratı bərabərdir 9A-nın kvadratı. Burada bir xassisə var. İxtiyar vektorun kvadratı, yadınızda qalsın, onun modulunun kvadratına bərabərdir. Düşünün, kitablarda bu xassisə olmamış olmaz. İxtiyar vektorun kvadratı onun modulunun kvadratına bərabərdir. Bu nə demək? Gəl yazaq bir dənə A vektoru. Məsələn, koordinatlarını verək 3, 4. Əgər biz A vektorun modulunu tapırıqsa, kök altda 3-ün kvadratı, kök altda 4-ün kvadratı. Necə edər? 9, 16, 25 çıxacaq 5. A vektorun modulu mütləq qiyməti 5-dir. İndi gəl A vektorun tapaq kvadratını. Yəni A vektoru vurulsun A vektoru. Sən bunu bilirsən ki, vektor vurarkən 3, 4-ü vuracaqsan neçəyə? 3, 4-ə. Və vektorun skalyar hasili məsələsinə görə uyğun koordinatların hasillərin cəmini tapacaqsan. 3 vurulsun 3 plus 4 vurulsun 4. 9, 16. Onlar neçə? 25. Demək, vektorun kvadratı 25-dir. Bəs modul nəyə bərabərdir? 5-ə. Onda belə çıxır ki, bu vektorun modulunun kvadratı, yəni 5-in kvadratı, elə bunun özünün kvadratına bərabərdir. Bilməm, aydın oldu yoxsa yox? Onda B kvadratı 9A-nın kvadratına bərabərdirsə, elə B-nin modulunun kvadratı elə 9A kvadratına bərabərdir modulca. Onda elə B vektoru 3A vektoruna bərabərdir. Modulca. Bizə veribdir ki, 2 modulda B bölünsün modulda A. Biz nə edərik? B-nin yerinə 3 modulda A yaza bilərik. Bölünsün modulda A, gedər cavabda qalar 6. Mən bunu yaxşı belə işləmişdim, nə etmişdim bu sualda? Yaxşı xanım. Yazmamışdım. Tam aydın oldu məntiqi? Başa düşdüm. Hə, bax bu sualın həlli, bax bir dənə bunun içərisindədir. Yəni xassisə budur ki, modulun kvadrat, vektorun modulunun kvadrat onun özünün kvadratına bərabərdir. Bu da isbatı burada verdik, göstərdik. Davam edək. Kənan, səsin gəlmir. Sualın yoxdur mu sənin?
Kənan qoşulmur dərsə ümumiyyətlə. Müəllim buradayım. Hə, səsin gəlmir, sual ver. Sualın izahına qulaq asırdım sizə. Hə, onu işləmirsənmi? Düzdür, də bir gedib də sizdən sual soruşuram, o qədər də bir baxıram. Amma yenə də. Ona baxaq. Onda, baxın, gəlin biz bu paraleloqramı təsvir edək. A, B, C, D. Bu da olsun bizim üçün M. Deyir AB, baba bu, istiqamətçi qoymalıyıq. Plus AD, baxın, AD ilə BC-ni əvəz eləmək olur. Eyni şeydir. Belə deyirik. AB vektoru ilə BC vektoru eyni şeydir. Elə AB üstəgəl BC deyə bilərik. Baxın, burada AB vektoru üstəgəl BC vektoru bilir ki, yəni buradan bura gedilən məsafə bu məsafəyə bərabərdir. Elə bərabərdir BC vektoruna. Yəni daha doğrusu məsafə yer dəyişmə bağışlayın. Vektorların cəmlərini götürdük, biz yer dəyişmə götürdük də. A-dan B-yə gedib, B-dən C-yə gedilən yer dəyişmə elə A-dan C-yə olan yer dəyişməyə bərabərdir. Ona görə AB plus BC elə AC-yə niyə B yazdım? Elə AC-yə bərabərdir. Bizdən istəyir AM-i. Baxın, AM məsafəsi nəyə bərabərdir? Bilirsiniz? Modulca. A, C-nin nəyinə bərabərdir? Yarısına. Çünki axı diaqonallar kəsişir, yarı bölünür. Elə onda AB plus BC bərabərdir AC-yə yazıb. Eləmi bizdə? Yazı daha doğrusu. AB ilə də AD-nin cəmi və yaxud da AB ilə BC-nin cəmi eyni şeydir. Aşağıda yazaq. Biz dedik ki, AB vektoru üstə gələk AD vektoru, yəni bax, bununla bunun cəmi elə AB ilə BC-nin cəminə bərabərdir. Və kitabda şərtdə verildi ki, bu M vektorun verir bizə -5, 12. Onda AC-nin koordinatları -5, 12-dir. -5, 12-dirsə, onda AC-nin modulu nəyə bərabərdir? 13-ə. Axı biz bilirik, modulca AC bərabərdir kök altında x kvadratı plus y kvadratı. Bunun x-i -5-dir, y-i 12-dir. Olacaq kök altında 169, yəni 13. Bu da AM də 13-ün yarısıdır. Yarı bölünür baxaq. Olacaq 6,5. Yəni E-dəndir. Müəllim, mən çıxa bilərəm. Hazırım var idi. Kimya. Nərmin, düzdür, mən yenə də izdasıdır, gec qoşuldum. Amma hamısını qeydini aparırıq. Yəni mütləq şəkildə bax, çox xahiş edirəm. Yaxşı mı? Onsuz hamısına bir baxıram da, dərsin zahına baxmıram, sonra baxıram. Mütləq bax günə. Bəli. 11-ci sual. İşləmisinizmi yoxsa yox, bilmirəm. Bizə veribdir, mərkəzi koordinat başlanğıcından diametri boyunca çevrilir. Bir yoxlamalıyıq. Məsəl üçün, A nöqtəsi 2 -3-dür, A 2 3-dür, B 2 -3-dür. Bu simmetrik olduğu hansı oxa görə? OX oxuna görə. Varmı? Məsələn, E bəndi gedir birinciyə. 0 3 olub -3 0. Əslində bu simmetrik sayılır. Amma y bərabər -x-ə görə simmetrik sayılır. Varmı y bərabər -x? Yox, yoxdur. Ondan başqa bir şey axtaraq. Mərkəzi koordinat başlanğıcında olan vahid çevrə üzərində yerləşir. Baxmaq lazım, hamısan bilir. Yəni, koordinat başlanğıcından simmetrikdir. Var mı burada? Bəli. Bu rahatlara baxaq. C də gedir 3-cüyə. Koordinat başlanğıcı nədir bunlar? Simmetrikdir. A bəndinə baxsaq, mərkəzi koordinat başlanğıcında və diametri 6 olan çevrə üzərində yerləşir. Radiusu 6 olan çevrə tapmalıyıq və mərkəzi koordinat başlanğıcında olsun. Yəni bunların nöqtəsinə baxmalıyıq. Diametri 6 olan çevrə üzərində yerləşir. Bunun uzunluğu neçə eləyəcək bizdə?
Kvadratlar cəmi olacaq 1, olacaq 1. Mərkəzi koordinat başlanğıcında olan vahid çevrə üzərində yerləşən D bəndi getdikcə, baxın, hər ikisinin radiusu 1-dir. Yəni, düşünək ki, bu çevrə mərkəzi koordinat başlanğıcındadır. Məsələn, A nöqtəsi götürülmüş, tutaq ki, buradan x-i -2-də 1-dir, y-i də kök altı 3 bölünsün 2-dir. Təbii ki, uzunluğu da belə bərabərdir. Yəni də mərkəzi koordinat başlanğıcında radiusu 1. D bəndə getdi üçüncüyə. Demək, 1, 2 və 3 yazsaq, bu x ona görə simmetrikdir. E bəndə gedir birinciyə. Mərkəzi koordinat başlanğıcında olan vahid vektor çevrə üzərində yerləşir. D bəndə gedir. E birinci neydi? D bəndə gedir nəyə? Üçüncü şərtə. Koordinat başlanğıcında simmetrikdir. Bəli, C bəndə üçüncü şərti ödəyir. O1 koxuna görə simmetrikdir şərti heç birisində yoxdur. Yoxdur. Və mərkəzi koordinat başlanğıcında və diametri 6, radiusu 3 olmalıdır. Görə ikinci deyilmi? Bəli, baxın. 0-3 nöqtəsi, məsəl üçün belə bir çevrə yazsaq, biri olsun x0, y3, radiusu 3-dür, görürsünüz. Biri olsun x -3, y0, yenə radiusu 3-dür. Radiusu diametri 6-dır da, A bəndə gedir ikinciyə. 12-ci sual. X-in hansı qiymətində vektorun skalar hasili ən kiçik? Əvvəlcə biz bu vektorun skalar hasilini tapaq. A vektorla B vektorun skalar hasilini tapaq. X vuraq X. X-in kvadratı. -3x vuraq 4x. -12x. 5 vuraq x. Plus 5x. Əgər düz götürdüksə. O zaman AB vektorun skalar hasili x kvadratı minus 7x-ə bərabərdir. İndi x-in hansı qiymətinə ən kiçik qiymət alır? Bu ifadə ən kiçik qiymət alacaq. X-i bərabərdir. -b bölünsün 2a-dan. Yəni 7 bölünsün 2. 3,5. X 3,5 olanda bu ən kiçik qiymət alacaq. Keçir növbəti sualımıza. İşte qana cavab verim. Sual 13. Mərkəzi koordinat başlanğıcında olan və nöqtəsindən keçən çevrənin tənliyini tapın. Baxın, bu çevrənin düşünək ki, mərkəzi koordinat başlanğıcında buradadır. O nöqtəsi. O nöqtəsinin koordinatları 0, 0'dır. Və keçir bir dənə tutaq ki, A nöqtəsindən. A nöqtəsinin koordinatları x-in 2 götürək, y-in 6. Bu da A-dır. 2, 6. A-nın da koordinatları 2, 6'dır. Əgər mərkəzi koordinat başlanğıcındadırsa, çevrəmiz olacaq x kvadratı plus y kvadratı. Çünki x minus x0, y minus y0 daxil. x0, y0, 0 olduğuna görə el olacaq x kvadratı plus y kvadratı. Bərabər olmalıdır nəyə? Radiusun kvadratına. Tapacaq onda buradan bura məsafəni. Radiusu 2-dir, bura 6-dır. Olacaq kök altında neçə edər? 40 edir deyirsən, əmi? Kök altında 40. Radiusumuz kök altında 40-dır. Bərabərdir r kvadratına. Əgər radius kök altında 40-dırsa, olacaq nə? 40. R kvadratını verməliyik. 14-cü suala baxırıq. Vektorları verir. Deyir A və B-nin A vektorunun koordinatları -1, 4'dür. B-nin koordinatları 4, -1'dir. C yoxdur. Gəlin C, x və y deyək. AC hasili A vurulsun C. 2'yə bərabərdir. Baxın. Koordinatlarının birlikdə vektorun daha doğrusu hasili uyğun koordinatlarının hasillərinin cəminə bərabərdir. -1 vuraq x, -2x, 4 vuraq y plus 4y bərabərdir 2'yə. İstəyirəm.
Aha. Aha. Deməli, A və C-nin hasili 2-yə bərabərdir. Bunu gördük. Baxaq B və C-nin hasilinə. O qədər fikrin dağınıq olur ki. B və C-nin hasilini tapanda uyğun koordinatların hasillərinin cəmi, yəni 4x minus y bərabərdir 7. Bir dənə sistem aldıqmı? Həll edək də. Bir də baxaq. A-nın koordinatlarını vermişdir. B-ni verilmişdir. C yoxdur. C-ni özünə yazırıq. C-ni bilmirik. X-ni x-ni bilirik, nə y-ni bilirik. Hasillərini tapdıq. Tapdım. A-nın C-ni, B-nin C-ni tapdım. Bu. Aldım bir dənə sistem. İstəsək yəni yuxarını 4-ə vuraq. Olsun 4x plus 16y bərabərdir 8. 4x minus y bərabərdir 7. Bir dənə bax, mexanik səhv getməsin. Bir də geri qayıtmayaq. 15y bərabərdir 15. Yəni y nəyə bərabərdir? 1-ə. Y 1-dirsə 4x də olacaq necə? Demək 4 mənfi 2, 2 olacaq, eləmi? Hə, 2 olur. 8, 1, düzdür 2. Bizə nə istəyib? C-nin uzunluğu. Demək, C vektorunun koordinatları 2 və 1. Uzunluğu da aydın məsələdir ki, modulca C bərabər olacaqdır kök altında 2-nin kvadrat plus 1-in kvadrat, yəni kök altında 5. Yəni C-dəndir. 15-ci suala baxaq. Nöqtəsi vahid çevrənin üzərində olar. Əgər söhbət vahid çevrədən gedirsə, bax. Şimdi biraz yanlışlıq var burada. Çünki burada koordinat başlanğıcında yerləşən, mərkəzi koordinat başlanğıcında yerləşən vahid çevrə deməlidir. Ki, mən onun mərkəzinin birini 0, 0 götürüm. Bir də götürüm A nöqtəsi. Məsələn, A düşüb bura. Onda A-nın koordinatların kvadratlarının cəmi x-in kvadratı plus y-in kvadratı sənə nə verməlidir? 1. Amma o halda olacaq ki, bunun mərkəzi koordinat başlanğıcında yerləşsin. Cümlədə yanlışlıq var. Bax, deyir ki, nöqtəsi, bu nöqtə, vahid çevrənin üzərindədir. Vahid çevrənin üzərində cəmuracı birə bərabərdir. Amma bəlkə çevrə gəlib burada yerləşir. Çevrənin həm mərkəzinin koordinatları var, x0 və y0. Həm də üzərində nöqtə var, x var, y var. Aydındır ki, buradan bura məsafə 1-dir. Amma bu məsafə x minus x0-dır, bu məsafə y minus y0-dır. Axı, sən x və y0 təyin edə bilməzsən. Burada olmalıdır ki, koordinat başlanğıcında yerləşən, mərkəzi koordinat başlanğıcında olan vahid çevrə. Ev yox. Demək ki, A nöqtəsinin koordinat başlanğıcında məsafəsi nə verməlidir bizə? 1 verməlidir. Baba, buradan bura məsafə. Əgər koordinat başlanğıcını 0, 0 götürsək, daha götürməliyik. A-nın da koordinatları m-4, m-5-dirsə, onda AO məsafəsi, yəni həmin nöqtə mərkəzə qədər olan məsafə olacaq m-4-ün kvadratı, m-5-in kvadratı bərabərdir 1. Sadələşdirsək, m-in kvadratı 8m plus 16, m-in kvadratı 10m plus 25 bərabərdir 1. Yəni, hər tane kvadratı qalırsa, olacaq 2m kvadratı minus 18m 24 mi edir? 40 edirsən, eləmi? 40 bərabərdir 0. Bir dənə baxın, səhv getməsin. 40 bərabərdir 0. Sadələşdirsək, m kvadrat hamısını 2-yə bölür. Minus 9m plus 20 bərabərdir 0. Bizdən də m-in qiymətlərinin cəmini istəyir. Cavab olacaq 9. Neçən sualdır bu? 15-ci sual. Bu sualı fərqli şəkildə baxan vardır. Bəlkə görmədiyiniz bir məqam var. Eşidirəm. Fərqli yanaşma olmuşdur mu bu suala? 15-ci suala. Niyə cavab gəlmir bu qədər?
Belə yazmışdım mən. Çünki burada o mərkəzi koordinat başlanğıcda olmalıdır İbrahim. Yoxdursa məncə təyin edə bilərəm ki onu. Yox olsun. Əlinə yığılmış sualdır da. Neçəyə baxırıq? Sual 16 eləmi? 16. A və B vektoru arasındakı bucaq 120-dir. A modulca A bərabərdir 1, modulca B bərabərdir 4. Bizdən istəyibdir modulda 3A minus 2B təyin et. Biz belə deyək də. İndi bunun uzunluğunu tapanda yazaq. Kvadratın taban kökü altında. Olsun 9A kvadratı 4B kvadratı çıxaq birinci ikincinin hasilin iki misli. 6, 12AB bərabərdir. Biz bu vektorun uzunluğunu tapdıq, modulunu tapırıq. 9 olsun. A'nın modulu, biz bayaq dedik axı, istənilən vektorun modulunun kvadratı onun özünün kvadratına bərabərdir. A'nın modulu 1'dir. Kvadratı olacaq 1 plus 4 var. B'nin modulu 4'dür. Kvadratı olacaq 16. Birdən baxın səhv etməyək. 12 vurulsun, amma A, B'nin nə olduğunu bilmirəm. Axı biz bilirik ki, vektorun skalyar hasili onların uzunluqları ilə onlar arasında qalan bucağın kosinusu hasilinə bərabərdir. Uzunluqları 4'dür, vurulsun 1'dir. Kosinüs 120 də bizim üçün mənfi 2'də 1 deyiləmi? Olacaq mənfi 2. Vurulsun mənfi 2. Bərabərdir. Kök altında 9 plus 64 plus 24 88 kök altında 97. Doğru cavab nə olacaq burada? A bəndi. Bu da maraqlı sualdır. Məsəl üçün, Kənan bu sual işləmişdin mi? Bəli. Zatını çalmışdın? Elə bunu olmuşam. Əla, çox gözəl. Aşağıda. Baxaq sual 18-ə. Bildiriş gəlib tutanları. 18. A və B vektorlarını verir. Deyir ki, A minus B ilə, baxın, gəlin əvvəlcə A minus B-nin koordinatlarını təyin edək. Biz koordinatlar fərqi anlayışını bilirik, yoğun koordinatların fərqi. Olacaq 0, 2, 0. Bir də A plus B. A plus B-ni axtarırıqsa olacaq 4, 2, 4. İndi deyir, bu iki vektor arasında qalan bucağı tapın. Bayaq düsturu vardı. Baba bu düstur. Bu düsturu tərsinə tətbiq edəcəyik. İki vektor arasında qalan bucaq kosinus alfa-yə təyin edə bilərik. Bərabərdir onların hasili ilə bölünsün modulları hasilinə. Yəni tərsinə. Və oradan kosinus alfa-nı təyin etməliyik. Əvvəlcə tapacaq biz bu vektorların skalyar hasili. Aydındır ki, 0 vurulsun 4, 0, plus 2 vurulsun 2, 4, plus 4 vurulsun 0, 0. Modulları, birincinin modulu olacaq kök altında 4, ikinci modul olacaq bunların kvadratları cəmi. 16, 16, 32, 36 mi də deyəsən, 36. Bərabərdir 4 bölünsün, 2 vurulsun 6. Olacaq 3'də 1. Deməli, kosinus alfa 3'də 1'dir. Alfanı tapsaq, olacaq alf
Kosinus üstə 1. Bəli, cavab olacaq nə? E bəndi. On doqquz. Nöqtələ verilmiş bir C nöqtəsi AB-nin orta nöqtəsidir. Parçanın A nöqtəsi var, başlanğıcı. 2, -1, 0. B var. X, Y, Z. C bunların orta nöqtəsidir. 3, 0, 1. Və deyir ki, C bunların orta nöqtəsinin koordinatları. Nə demək orta nöqtəsinin koordinatları? Yəni kənarların cəminin yarısı simmetrik bölümdə. Budur da burada. Bilmirəm, baxın, C-nin x-i 3-dürsə, olacaq 2 plus x bölünsün 2. Bərabər 3-ə. X-in isə də burada 6, 4 mi də deyəsən? 4. 0 bərabərdir, -1 plus y bölünsün 2. Y bərabərdir neçəyə? 1-ə. 1 də bərabərdir, 0 plus z bölünsün 2. Z də bərabərdir neçəyə? 2. 4, 1, 2. -1 idi bu. Bu da düzdür. Bu efendim. Başqa. Keçirik. Yerdə qalmış suallarımıza baxaq. 20. Verilmişdir 2A-. Yazmışsınız bu sualı. Cavabdan almışsınız. Sadə sualdır. Cavab verin, üzərindən keçək. Eşdirəm. Həmcədir. C. Yəni A-nın vektorları, A-nın komponentlərini 2-yə vuracağıq, minus B-ni 5-ə vuracağıq. Fərqli uyğun koordinatların fərqini tapdıq da. 21-ci sual. Deyər perpendikulyardır. Perpendikulyar nə baş verir? Hansı sıfıra bölünür? Yəni -2 vurulsun -9. 18 plus -2 vuraq 1. -1 daha sonra 2 plus 4x bərabərdir 0. 20 x bərabərdir -5. X -5-dirsə, onda A-nın koordinatları -9, -2 və -5-dir. Bir A-nın uzunluğunu tap. 18, 4, 25. 9 nəfər 18 yazıram ya. 81. 81, 4, 25. Gördüğümü görüm ki, inan ki bu dəqiqə fikrim biraz çox dağılmaqdır. 81, 4, 25. Neçə dəyər? 106, 107 mi dedin? Ne yoxsa yox? 110. 6, 110. Peki altından 110. 22. Buradan çıxıb yol çıxmalıyam. Onca fikrim qaldı orada. 22-ci sual. A və B vektorları verilmişdir. K-nın hansı qiymətində vektorun uzunluğu yazaq edəm. Son sual. 3A plus B. Əvvəl bunun koordinatlarını təyin edir. A-nın bütün koordinatlarını vuracağıq 3-ə. 15 3K və -6. Bir də B-nin koordinatları 2, 15 və 6. İndi bu da koordinatlar bizə verəcək 15, 2, 17, 3K plus 10 elə olacaq 3K plus 15, amma -6 olacaq 0. Və bu şey modulu bərabərdir 17-yə. Modul aydın məsələ kök altında 17-nin kvadratı plus 3K plus 15-in kvadratı plus 0-ın kvadratı bərabərdir 17. Bu 17 olması üçün bu da 0 verməlidir. 17 var değil mi bizdə? Elə K neçəymiş? -5'ymiş. 23. 2025-ci sonuncu sual. Görürsünüz, hər qəbulda birdən sual istifadə olunub.
Deyir çevrənin mərkəzindən məsafəni tap. Birinci çevrənin O1 deyirəm. Mərkəzini tapıram koordinatlarını. Axı biz bilirik x minus x0, y minus x0. Birinci mərkəzi düşür x-i 3, y-i 1 nöqtəsinə. X-i 3-ə düşür, y-i 1 düşür. İkinci çevrənin mərkəzi düşür x-i mənfi 3, y-i yenə 1 nöqtəsinə. Və biz O1 ilə O2 arasındakı məsafəni tapırıq. Bu iki nöqtə arasında məsafə düsturuna görə olacaq mənfi 3 minus 3-ün kvadratı, 1 minus 1-in kvadratı. Cavab olacaq 9 edəcəm. Altı edir, düzdürmü? Mənfi 3 minus 3, mənfi 6, karşı çalı 12 keçməkdə 6. Bəli. Məsafə nə qədərdir burada? 6-dır. Bir də deyəsən burada biraz sual olmalıydı. Oxşarlıq simmetriyə aid, eləmi? Az sayda sual, cəmi 8 dənə sual. İşləmsiz bu sualları. 8-dən geri sayaq. Sadə bir sual olmalı düşünürəm. Deməli, bu xətlər paraleldir. Paraleldirsə, onda uyğun bucaqlar bir-birinə bərabərdir. Bu zaten hər ikisində var. Onda yuxarı üç bucaqla bütöv üç bucaq oxşardır. Deyir, MN-in BC-yə nisbəti. Da yazmıram. Bura 5K deyirəm, bura 7K deyəcəm. Olarsa AM, hani AM, bu hissənin NC-yə o nisbətini tapın. Bu oxşardırsa, əgər bu üç bucağın oturacağı 5K, böyük bucağın oturacağı 7K-dırsa, onda kiçik üç bucağın yan tərəfi 5x, böyük bucağın yan tərəfi 7x-dir. Bax, böyük bucağın. Amma burada 5x, 7x. Bura qalır neçə? 2x. Bizə deyir ki, 5x-in 2x olan hissəsini tap. 2,5. Və ya 2 bölünsün, və ya 5 bölünsün 2, yəni beyəfəndi. Sual 7-yə baxacaq. O x-y müstəvisinə nəzərən, deməli, M nöqtəsini bizə verib 0, mənfi 1, mənfi 2. Buna nəzərən simmetrik var. O y, x oxu, o x, y oxuna görə simmetrik olan nöqtə. Bilirik ki, nöqtə, məsələn, bir M1 deyək buna, hansı koordinata görə simmetrikdirsə, o olduğu kimi qalır. Bunun x-i də var, bunun y-i də var. Onda x-dən y olduğu kimi qalacaq, z əksinə dəyişər. Onlar 2. Yenə deyirəm, x və y var deyə bunlar olduğu kimi qalır, z əksinə dəyişər. 0, mənfi 1, 2. Yəni deyiləndir. 6-cı suala baxaq. Üç bucağı verib. Yazaq elə, yazmaya bilərsin. D və E. Xətlər paraleldirsə, onun uyğun bucaqlar bərabərdir. Bərabərdirsə, üç bucaqlar oxşar. AC 18-dir. Bura 18-dir. 18-dir. AB böyük bucağın yan tərəfi 15-dir. AD 10-dur. Onda kiçik üç bucağın yan tərəfi 5-dir. Deyir ki, D-yeni tap. Baxın, bu yuxarıdakı üç bucaqla böyük üç bucaq bir-birinə oxşar. Oxşarsa uyğun tərəflərin nisbətləri bərabərdir. Bu kiçik üç bucaqda, bax bu ikinci bucağın qarşı tərəfi 5 bölünsün oturacağı x. Böyük üç bucaqda ikinci bucağın qarşısı 15 bölünsün oturacağı bərabər olmalıdır. Bu da 3 x-a qədər qalar 5 bölünsün 6. X neçə imiş? Bəli, 6 imiş. Davam edirik sual 5. İki bərabər yanlı üçbucağın təpə bucaqları bərabərdir. İki bərabər yanlı üçbucağın təpə bucaqları bərabərdir. Ona oxşardır. Mütləq şəkildə oxşar olmalıdır.
2 dənə bərabər yanlış bucağı verib. Əgər təpə bucaqları hər ikisində bərabərdirsə, onda yerdə qalan bucaqlar mütləq bir-birinə bərabər olmalıdır. Axı yerdə qalan bucaqlar yarı-yarı bölünür. Bərabər yanlış. Onda bu üç bucaqlar oxşardır. Birinci üç bucağın yan tərəfi 15. Sən bunu götürək. Oturacağı isə 10'dur. Onda bu da 15'dir. Oxşardırsa onda bura 15K'dır, bura 15K'dır, bura 10K'dır. Oxşar da nisbət hamısı bərabərdir. Və ikinci üç bucağın perimetri 32'dir. Toplasaq eləyər 40 edirəm deyirsən bu. Bəli. 40 Ölçülərin fərqli çəkmisiniz, amma ki... Bilirəm, bilirsən. K bərabər neçə olar? 0,18 edirəm deyirsən. Bəli. Onda o biri də olur 12, 12, 8. 15K, bəli. 15 vursun 0,8 olacaq 12. Bu birisi kiçiymiş olsun. Dəqiq onu demək istədim, hə? Bəli. Bilmirsən, tamam. Davam edək. Sual 4. İki oxşar üçbucağın sahələri budur. Aydın məsələdir ki, üçbucağın sahələr nisbəti onun oxşarlıq əmsalının kvadratına bərabərdir. 200 bölünsün 50 olacaq 4. Burada oxşarlıq əmsalı 2'dir. İkinci üçbucağın bir tərəfi 12'dir. İkinci üçbucaq böyük olandır, ha. Böyüyün tərəfi 12'dir. Onun ikisinin tərəfi x'dir. Nisbət sənə verməlidir ki, x neçəymiş? 6. Uyğun tərəf olacaq 6. Əgər oxşarlıq əmsalı 4'dürsə, bağışlayın, sahə nisbəti 4'dürsə, oxşarlıq əmsalı 2'dir. Onun tərəfdən nisbəti 2 olmalıdır. Burada ikinci üçbucaq böyük olan üçbucaqdır. İkincinin tərəfi 12'dirsə, o birisi tərəfi 6 olmalıdır. 2 nisbət sənə 2'ni versin. Sual 3. Tərəfləri qeyd edək. B, A, C, yəni bu bucaq, B, C, D bu bucağa bərabərdir. AD məsafəsi 9'dur. Tamam. BD məsafəsi 16'dır. Olsun. BC tərəfini tapın. Gəlin burada üçbucağın oxşarlığını biz quraq. Bu yuxarıdakı üçbucaq var, bax bunu görürsünüz. Burada təpə bucağına bir alfa deyək. Alfa var, birinci bucaq var, bu da olsun bunun bettası. Üçbucağın bucaqları alfa, betta bu. Bu böyük üçbucağa nələr salsaq? Bunun da alfası var. Bax, böyük üçbucaq, bax bunun özü bütöv özü üçbucaqdır da, düzdürmü? Həmin üçbucağında alfası var. Birinci bucağı var. Onda bütöv bunun nə idi elə? Bettasıdır. Biz x axtarırıq. Deyəcəyik. Böyük üçbucaqda birinci bucağın qarşısı x bölünsün bettanın qarşısı. Buradan bura məsafə. Yəni 25. Eyni nisbəti qurmalıyıq. Kiçik üçbucaqda birinci bucağın qarşısı 16 bölünsün bettanın qarşısı. Yəni x. Yenidirik. Böyük üçbucaqda birinci bucağın qarşısı bölünsün bettanın qarşısı bərabərdir. Kiçik üçbucaqda birinci bucağın qarşısı bölünsün bettanın qarşısı. Nisbətlər bərabər olmalı. Oldu 20. X kvadratı bəli 16 vurulsun 25, 4 bölü 5 bəli olacaq neçə? 20. Süpərdir. İkinci sual. Paralel köçürmədə deyir -2,1 nöqtəsi 2,1'ə keçirilir. Onda çevirmənin düsturuna görə x-in üzərinə 4 gəliblər. -2, 2 olub. Y olduğu kimi qalır. Üzərinə 0 gəlib. Buna əsasən bəs -4, 4 deyir nəyə çevirilər? Çevirmə qaydasına görə bu sualda x-in üzərinə 4 gələcək. -4 üstə gəl 4. 0. Y olduğu kimi qalacaq. 4. 0, 4. Bir dəqiqə. Paralel çevirmədə -1, 2 nöqtəsi
Uşaqlar, mənfi 1, 2 deyib, mən nə yazmışam bura? Nə yazmışam? Görsənmir? İbrahim, nə yazmışam mən bura? Mənfi 2 1 mən. Bəyən demirsiniz? Mən gəlin sual sözünü tərtib edeyim. Deyir ki, mənfi bir 2 nöqtəsi çevrilir 2 1 nöqtəsinə. Çevirmənin düsturunu tapsaq, mənfi 1 2 olur. X-in üstündən 3 gəliblər. 2 1 olur. Y-dən 1 çıxıblar. Mənfi 1 2 olursa, X 3 var da artıq. 2 1 olursa, Y 1 var yazalım. İndi bu qayda ilə deyir, mənfi 4 4 nəyə çevirirlər? Mənfi 4 üstündən 3 gələrəm. Onlar mənfi 1, 4-dən 1 çıxaram, onlar 3. Mənfi 1, 3, cavab olacaq deyirəm. Sual 1-ə baxaq. Bax, şərtdə deyir ki, bu bucaqlar bərabərdir. Bizə deyirik, bunlar bərabərdir. Niyə? Qarşılıq bucaqlardır. Bir üst bucağın 2 bucağı, o birisinin 2 bucağına bərabərsə, onda 3-cü bucaqda 3-cü bucağına mütləq bərabər olmalıdır. AM, yəni bu məsafə 12-dir. CM, yəni bu məsafə 8-dir. AD, yəni bura 6-dır. Yəqin buranı seçək. BC, X. Deyəcəyik, bu üç bucağa oxşar. Oxşarsa, bax bu üç bucaqda, sağdakı üç bucaqda ikinci bucağın qarşısı X, bölək birincinin qarşısı 8. Eyni addım. İkincinin qarşısı 6, bölək birincinin qarşısı 12-yə bərabər olmalıdır. X bərabərdir 8, bura 6 bölünsün 12. 2 cavab olacaq 4. Yəni E bəndi.